Bu təbii fəlakətlər dünyanın müxtəlif yerlərində baş verir. Lakin iqlim sistemi onları vahid bir proseslə, okeanın anormal isinməsi ilə bir-birinə bağlayır. Məhz anormal dərəcədə isinmiş okean atmosferə getdikcə daha çox artıq enerji və rütubət ötürür ki, bunun da nəticəsində fırtınalar, leysanlar, isti və soyuq hava dalğaları formalaşmağa başlayır. Lakin anlamaq vacibdir ki, okean atmosferlə steril şəraitdə qarşılıqlı əlaqədə deyil. Bu həssas sistemə artıq antropogen mənşəli daha bir faktor müdaxilə edib. Mikro və nanoplastiklər həm okeanı, həm də atmosferi çirkləndirərək istilik mübadiləsi, qaz mübadiləsi, buludların yaranması və su dövranı proseslərinə müdaxilə edir. Nəticədə biz yeni növ kombinasiya edilmiş böhranla üz-üzəyik. Əlavə istilik mənbəyi yerin artan geodinamik aktivliyidir. Mikro və nanoplastiklər isə bu istiliyin təbii xaric olma mexanizmlərini bloklayır və eyni zamanda atmosfer proseslərini pozur. Bəşəriyyət hələ ki belə bir böhrana hazır deyil. Bugün fəaliyyət üçün imkanlar pəncərəsi artıq 10 illiklərlə deyil, illərlə ölçülür. Mən bunu ritorik bir üsul kimi deyil, artıq müşahidə etdiyimiz dəyişikliklərin sürətinə əsaslanaraq deyirəm.